Gözleri güzellik gördüğü zaman ruhunun güneşi doğur elinde. Başka bir dünyaya köçür dünyadan, kibar danışarak fırça dilinde. Gözleri güzellik gördüğü zaman ruhunun güneşi doğur elinde. Başka bir dünyaya köçür dünyadan, kibar danışarak fırça dilinde. Özel duyguları daim yolu ister, renklerin sesiyle denir aheste. Gah kağıt ister, gah katan ister, ilahi sevgisin çekir bu ressam. Güzel duyguları daim yolu ister, renklerin sesiyle denir aheste. Gah kağıt ister, gah katan ister, ilahi sevgisin çekir bu ressam. Gah kağıt ister, gah katan ister, ilahi sevgisin çekir bu ressam. Şimşek tek çakan her tablo kalbinin bir zerresidir. Seyreden gözlere bulak tek akan büyük hislerinin galebesidir. Bakıştan yüreğe şimşek tek çakan her tablo kalbinin bir zerresidir. Seyreden gözlere bulak tek akan büyük hislerinin galebesidir. Kövrek parmakların gücüne bir bak, çektiği eserler Tanrı'dan sonra. Yürekler fethedip yorulmayarak ilahi sevgisin çekir bu ressam. Kövrek parmakların gücüne bir bak, çektiği eserler Tanrı'dan sonra. Yürekler fethedip yorulmayarak ilahi sevgisin çekir bu ressam. Yürekler fethedip yorulmayarak ilahi sevgisin çekir bu ressam. Sonra yürekler fethedip yorulmayarak ilahi sevgisin çekir bu ressam. Kövrek parmakların gücüne bir bak, çektiği eserler Tanrı'dan sonra. Yürekler fethedip yorulmayarak ilahi sevgisin çekir bu ressam. Yürekler fethedip yorulmayarak ilahi sevgisin çekir bu ressam. İlahi sevgisin çekir bu ressam. İlahi sevgisin çekir bu ressam. Dünyadaki en mutlu kişi mutluluk verendir.
acıya gülendir. Şu dünyadaki en soylu kişi insafa gelendir. Şu dünyadaki en zengin kişi gönül fethedendir. Şu dünyadaki en üstün kişi insanı sevendir. Bütün dünya buna inansa, bir inansa, hayat bayram olsa, insanlar el ele tutuşsa, birlik olsa, uzansak sonsuza. Bütün dünya buna inansa, bir inansa, hayat bayram olsa, insanlar el ele tutuşsa, birlik olsa, uzansak sonsuza. Bütün dünya buna inansa, bir inansa, hayat bayram olsa, insanlar el ele tutuşsa, birlik olsa, uzansak sonsuza. Bütün dünya buna inansa, bir inansa, hayat bayram olsa, insanlar el ele tutuşsa, birlik olsa, uzansak sonsuza. Salam, değerli valideynlər, hörmətli rəsmi müəllimlər, əziz tələbələrimiz, tərbiyəmizi xoş gördük bugün. Bilirsiniz ki, İstedadları Tanıyaq və Tanıdaq İctimai Birliyi qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Kiçik Qrant müsabiqəsinin qalibi olubdur. İstedadlar Akademiyası adlı layihəmiz çərçivəsində bu il bizim bir neçə sahə üzrə ustad dərsləri keçiriləcək. Bundan öncə xanəndəlik və ifaçılıq üzrə oldu. Bugün rəssamlıq üzrədir və bundan sonra dirayətçilik, aşıq yaradıcılığı, instrumental musiqi alətlərində ifaçılıq və digər sahələr üzrə rəqs və digər sahələr üzrə ustad dərslərimiz olacaq. Hər biri də qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunur. Biz buna görə dövlətimizə təşəkkürümüzü bildiririk. Amma bu cür layihələrin icra olunmasında təbii ki, dövlət dəstəyi ilə yanaşı könüllü şəkildə, təmənnasız olaraq bizim dərslərin keçirilməsində bizə dəstək olan, yəni heç bir maddi dəstək olmadan həmin müəllimlərimiz dəyərli vaxtını ayırıb bu cür layihələrin icrasına yaxından iştirak edir və bu günlər rəsmiyə məxsus olan bizimlədir. Bizim bugünkü dərsimizin təşkilində tam təmənnasız öz dəstəyini göstərəcək. Buna görə gəlin rəsmiyə müəlliməni alqışlayaq. Veririk sizə, özünüzün təqdimatınızı, uğurlarınızdan və bu uşaqlara məsləhətinizdən, dərsdən öncə. Sələm, öncə sizə təşəkkürümü bildirirəm. Balacalarla işləmək məni çox xoşdur həqiqətən də. Bunlar bizim gələcəyimizdir. Uşaqlar bizim gələcəyimizdir və onlar enerji mənbəyində. Mən daim gənclərlə işləmişəm, hər daim da yol göstərməyə çalışmışam. Uşaqlar həqiqi məlumat aldılar. Rəssamlar İttifaqının üzvüyəm, qabaqcıl təhsil işçisiyəm. Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimiyəm, 22 ildir fəaliyyət göstərirəm. Bir neçə dərs vəsaitim var, dərsliklərim var, məqalələrim var, proqramlarım var və hər daim öz üzərində çalışmışam. Hər bir gəncə və bu fidanlar olmaqla öz üzərində çalışmaq və daim irəli getmələrini arzulayıram. Ümid edirəm ki, bugünkü dərsimizdən məmnun qalacaqlar və mən də əli boş gəlməmişəm. Hər bir tələbəyə hədiyyəm var. Onlara hədiyyələr təqdim edirəm. Və start verək dərsimizə. İnşallah ki, valideynlər də burada var. Sizə də hər birinizə təşəkkürümü bildirirəm. Övladlarınızı gələcəyə aparan yol elə valideynin özüdür və valideyn dəstəklədiyi zaman tələbə də, şagird də, övlad da layiqli bir övlad olmağa çalışır. Mən düşünürəm ki, hər şey valideyndən asılıdır. Ailə bir dövlətdir. Ailənin təməli doğru qurularsa, ailənin təməli düzgün qurularsa, o zaman heç bir kimin, heç bir kəsin baxmayacağı bir ordu yaranır. Hər birinizə təşəkkür edirəm. Ümid edirəm, yaxşı olacaq. Təşəkkürlər. Təşəkkür edirəm. Düşünürəm ki, bugün mən sizə işləyəcəyim boyalar, uşaqlar, akril adlı boyadır. Yəni, ümumiyyətlə, akril boyaları çox sevirəm. Rəssamlığın müxtəlif sahələri var, bilirsiniz də, qrafika, rəhkarlıq, sonra dekorativ tətbiqi sənət. Mən Rəssamlar İttifaqında dekorativ tətbiqi sənət üzrə ustayam.
Amma Rəssamlar Akademiyasının rəhbərlik fakültəsini bitirmişəm. Orada rəhbərlik üzrə təhsil almışam və boyanı çox sevirəm. Əslində bizə öyrədiblər yağlı boyayla işləməyi, amma mən yağlı boyadan çox akril boyanı sevirəm və bunun həm sürətli quruyan boyadır, həm də çox da rəngi effektli bir boyadır. Magistr olaraq isə Rəssamlar Akademiyasının qrafika fakültəsini bitirmişəm. Orada isə qrafik qələmlə işləmək texnikalarını öyrənmişəm. Sonra plakat, onun da sahələri var, plakat, yadigar, kitab, reklam xarakterli, yönümlü tədrislər almışam. Və ümid edirəm ki, siz bugün balaca bir dərs öyrənəcəksiniz, ardından da gələcək üçün böyük bir rəssamlar olacaqsınız və hər biriniz seçdiyiniz yolda peşman olmadan irəliləyəcəksiniz. Yəni ki, boyalarımız sizlə təqribi tanış elədim, akril boyalardır və çox da yaxşı, mükəmməl effekt verir. Proqramımızı götürürük. İkinci mərhələdə daha tünd rənglərdən istifadə edəcək. Birinci işləyəcəyimiz mərhələ fondur, yəni ümumi fon olaraq vərəqlərinizi hamınız yanaşı qoyacaqsınız və mənim elədiyimi təkrar edəcəksiniz. Mənim sözüm olma yoxdur, çox hardadır. Mən indi görmürəm. Görəcəksin. İndi mən sənin gördüyün vəziyyətdə işləyəcəm ki, daha doğrusu. Baxın, ilk öncə mavi rəng. Əgər mavi rənginiz yoxdursa, adla göy qarışdıra bilərsiniz. İkisini qarışdıranda mavi rəng alınır. Vərəqi iki hissəyə böləcəksiniz uşaqlar. Bax, iki hissəyə böldüm. Oldu. Aşağını saxlayırıq, yuxarı hissədə hamı mavi rənglə dolduracaq. Amma açıq olsun rənglər, yaxşı. İlkin mərhələni qoyub, mən də sizə kömək edəcəm. Açıq mavi, uşaqlar, açıq mavi. Ağla qarışdırın. Qabağı vurdum, yetəsdim. Heç nə olmaz. Biraz ağ qarışdıracaqsan, olacaq daha açıq. İndi gəlim kömək et, narahat ol. Qoy birinci mərhələni işləyin. Bəli. Rəngi yaymaq üçün mən də baxın, sudan istifadə edirəm ki, rəng daha yaxşı və rəngləri vurduğunuz zaman üstündən səliqə ilə bir neçə getmək olur ki, fırsat istər bilməz. Nədir uşaqlar? Palitra sözünün mənası palet sözündən götürülmüş boya taxtası, boya vərəqi, yəni rəngləri qatışdırmaq üçün olan alətdir. Yəni biz bunu taxta şəklində də edə bilərik. Məsələn, bu plastik formasıdır və palet sözündən götürülüb boya taxtası deməkdir. Yadınızda qalar? Suyla qarışdırırsan, biraz qalmışsa tabii ki, yaxşı Vərəq əvvəlcə içinə çizgiyə bölmək. Bunu nə qədər əgər xəttə güzel olmursan, Öz palitramı sənə bağışlar. İndi qarışdır. Tələsmə. sudan istifadə edirəm. Kimdə varsa, bax o uşaqlara var. Elədir. Sərsən, baxacaq ama. Mən də
Bəzilərinin işlərsə də, bəziləri anlayışı var. Heç zaman öyrənəcəklər. Biraz tezsiz eləyəcəksə. Yaxşı. Aferin, aferin. Kahramanlar. Aferin. Biraz azrak Sema'ya. El orta. Demirse bağlı mavi. Nədir? Bir əlimi boya dəydirəm, rəssamın əlinə boya dəyirəm. Bəli. Aşağını belə bunu tüm dolduracaq aslında. Yaxşı. Deməli, şəkillərinə baxın. Yenə tutacağım. Götürdüm ve apardım böyle yaptım. Alaşım sandı. Bak buradan yukarı var üzerinde. Bak bırakıyorum. Dur, aferin. Sen çok geçiştin. Oldu. Bitirdin ama. Bir daha. Biri sənə, biri mənə. Vergi sen kulak as. Olur. İndi orası olacak. Yukarıda sema olacak. Bak şimdi sana yeni renk kattım. Buranı açık edeceğiz. Bitimini. Oo, göz bu ne güzel ressamdır. Ceba, burada katlanacağız. Mütləq. Sağ ol, hər yerini bitti. Bulutları sonra ikinci mərhələni eləyib sonra ikinci mərhələdə qulaq asın. Daha tünd göy götürdüm. Oldu. Qoyduğumuz xəttdən aşağını tündləşdirirəm. Tünd qoyacağım. Tünd göylə açıq mavi renk. İkisini koloritini təşkil elədi elə bil. Bir tərəf səma olacaq, bir tərəf su olacaq. Biz bilirsən ki, dalğalı olur da, düz olur. Ona görə hamısını forma deyilməlisən ki, dalğalı olur. Biraz düz. Sana ve vaktiniz xeyir olsun, biz izleyenler. Bakın, biz balaca fidanlarımızla istedadları tanıyak ve tanıdaq İctimai Birliğinin birgə layihəsi əsasında bir masterclass təşkil eləmişik, yəni ustad dərsi. Burada görürsünüz, çıxılı fidanlar var. Uşaqlara kiçik bir dərs hazırlamışıq, mənzərənin işlənməsi. Hörmətli bizi izləyənlər, səhifəmizi bəyənin. Dəstək olun və canlı yayımımızı paylaşın. Böyle işimi karşılarında çok güzel renk aldım. Sen ne güzel renk aldın. Sen de çok güzel işləyirsən. Bak, fırçanı böyle tuttum, yan açıp vurdum. Böyle sen çok geçe renkler koyurdum.
Adın nədir sənin? Eran? Görürsən, sənə nə qəşəng ad qoydular, mənə qəşəng ad qoymadılar. Sizdə var da. Sən ən çox hansı rəngi sevirsən? Ben kırmızıda da bırak. Ay uşaqlar, əsas rənglər hansılardır? Ağ və qara. Ay biz batdıq. Sonra belə şəkillər, ağları. Hə. Ay uşaqlar, əsas 3 rəng var. Yox. 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 Əsas 3 rəng var. Qırmızı, sarı və mavi. Bu rənglər heç nədən alınmır. Qırmızı rənglə sarını qarışdırsaq nə rəng alınır? Narıncı. Sarı ilə göy qatsaq, yaşıl, afərin. Qırmızı ilə göy qatsaq, bənövşəyi və bizim burada 6 rəngimiz alındı. Bir dənə rəng çatmır, mavi rəng. Onu qoyduğumuz zaman göy qurşağının rəngləri alınır. Kim sayar göy qurşağının rənglərini? Hə, say. Say görüm. Kırmızı ve yaşıl. Kırmızı, yaşıl, göy qurşağı oldu, hə? Afərin, afərin. Sonra kim sayar? Ben. De. Kırmızı ile narıncı. Kırmızı, narıncı. Sonra kim sayar göy qurşağının rənglərini? De. Sarı, narıncı, kırmızı, mavi, benefşeyi, Yaşıl. yaşıl, Göy. Ay, sağ ol. Deməli 7 rəng oldu. Afərin, alqışlar. 7 rənglər isə uşaqlar, bütün rəngləri almaq olur. Bütün rəngləri. 8 ve 9 çıxarda. Bəli, 8, 9, hətta 15 dənə rəng almaq olur. Su da götür qızım. Deməli, uşaqlar, bəs. Kim deyər, soyuq rənglər hansılardır? Hə, mavi, göy, ağ, sonra. Bəs isti rənglər deyəndə hansı rənglər? Deməli, uşaqlar, tərkibində mavi olan bütün rənglər soyuq rənglərdir. Tərkibində sarı olan rənglər isə isti rənglərdir. Niyə? Kim deyər? Günəş neyiniyir, günəş? Güneş ışık bölür. Ay, sağ ol. Və sarı rəngdədir. Görürsünüz, bizi istidir. Bəs ay? Ay nə rəngdədir? Bəzən ağ rəngdə görürük, bəzən mavi rəngdə görürük və axşamlar görürük də, düzdür? Bəzən səhər vaxtlarında görürük. Ona görə də ayın tərkibində olan rənglər axşamı xatırlatdığı üçün soyuq rənglərdir. Günəşin verdiyi rənglər isə isti rənglərdir. Yadınızda qalar? Afərin. Balacalar şükür. Elədir hamı? Mən sizi kimi işləyə bilmirəm, yaşaqlar. Buradakı haşiyə qoymuşduq, ha. Torpaqla suya ayılmışdı. Bir dənə düz qara xət qoyuram. Qara rəngdə xət qoyuram. Oldu. Sonra həmin o göy rənglə qarışdırıram. Qaracaqsan indi, gəlirəm yenə köməyə. Baxın, belə təpələr qoyduq, dağlar qoyduq. Göynə... Bir dənə burada qoyacaq uşaqlar. Bir dəfə də burada bir yerdə qara qoyuram. Baxın. Qara məndə yoxdur. Qara rəngi olanlar özləri eləsinlər. Baxın, elədik. Getdik uşaqlara köməyə. Hə, bir bağladı, bura rəng vuracaqsan. Elə su ilə özünü aça bilərsən. Su ilə qarışdır. Buradan xət qoydum. Var qara rəngin. Bunun içini. Bəs bizim rəssamın üstü boya olmalıdır da. Mən bütüncü boyanın içində gəlirəm. Fırça götür qara rənglə rəngləsin. Mən YouTube'da görmüşəm ki, bir dənə qız boya eləyir. Ütüb hər yeri boya içindədir. Görürsən. Eləlik. Ay uşaqlar, elə gözəlliyi boyada deyil. Boya
insanın sağlığına çox xeyirlidir. Sizin dünya görüşünüz artır. Geyimləri seçdiyiniz zaman daha gözəlini seçə bilirsiniz və zövqünüz artır, əsəbləriniz sakitləşir. Özünüz boyadığınız zaman mamanızı da, papanızı da çağırın, sizlə evin divarlarını boyayın. Evin divarlarını boyamaq olar? Olar. Vərəqləri yapışdırıb boyayın, yaxşı, sonra çəkin atıb baxasınız. Hər yeri boyayın. Buraları rəhliyin. Aferin. Bak biraz buna dağılmışım da. Bunun içlerini rəhli. Aferin, aferin. Olar. Bunu biraz qaldırıb yukarı. Bunu da qaldırıb yukarı. Mənim anam deyir, baxı işlətmək. Heç, mənki patlama. Bura. Düğüne karıştı, tezrəklə. Aferin, aferin. Hamısı rəssam deyə Tahirə müəlliməsi. Dağların yeri təmizləşdir. Gəl səndə də buradan bir dənə xət qoyaq. Həm simmetriyanı düzəltmiş olarıq. Bu için doğrayırsınız. Rəhlə içini çəkdir. Rəhlə düzəldir. Mənim tərs elədi. Nəyi? Hə, olsun, orada suya əksini salarıq. Yaxşı, bax bura qoyduğumuz dağların əksini salarıq və hamıdan fərqli iş olar. Yaxşı? Tamam, fərqli. Orada indi uşaqlara da elətdirəcək, sən keyfini pozma. Gəl bunu bir dənə buradan təzdən eləyək. Eynisini gətirdik. Deməli, uşaqlar, mənə bir sifariş eləmişdilər. Mən işi tamamladım. Hər bir şey hazır olduğu zaman üstünə boya dağıtdım. İndi oturub ağlayıram ki, mən gecə saat 1'dir, bunu neyləyəcəm? Və anında ağlıma bir ideya gəldi. Orada dəsmal götürdüm, sildiyim zaman bir gözəl rəsm alındı. Və ideyadan ideya dünyaya gəldi uşaqlar. Yəni, heç vaxt heç nə səhv deyil. Səbirli olmaq lazımdır və gözləmək lazımdır. Sən ağrıysın, mən göstərəcəm orada neyləyək. Deməli, bura bulutlar olacaq. Deməli, uşaqlar, yuxarıda dağlar eləmişik. Baxın, bir dəqiqə hamı mənə baxsın və eynisini əks olaraq suya verəcəyik. Baxın, çox qəşəng bir şey alınacaq. Hamı bunu eləsin. Baxın, mən elədim. Baxın, görün neynədir. Eynisini eləyəcəksiniz. Eyni qədər. Ay, sağ ol, afərin. Elə? Olsun. Sən də belə rəssamsan. Burasından açıq. Orada otlar qoyacaq. Səbirli ol, yaxşı qoy, belə geçək görsən. Bunun da içində olduq. Eyni. Əksini yaradırsın. Sonluq gözəl olacaq. Mənim birinin dağları pəmbə rəngdir. Heç nə olmaz. Burada doldur rəhlə. Öz xəyalın yazdım. Sən neynəmsən? Orada pəmbiş dağlar çəkdin. Tələsmə də qızım, tələsmə. Bizim işlərimizi bəyənməyib rəssam. Bunun içində oldu. Göy də bax, yaxşı. İçini mavi biraz bundan açıq. Doldu. Göy qara açıq. Doldu. Göy qara qarışdı, doldu. Sən quaş boyana işləmsən. Quaş boya tez suda həll olan və
tərkibi qurudur da, yəni bu deyil. Onu istədiyimiz rənglə rahatlıqla yuyub, təzədən rəngləmək olur. Yadında qalsın, amma akril boyanı yumaq olur. Elə deyil. Elə. İçin doldur tez. Qaradan. Hə, qara göy, qarışdıracaqsan dolduracaqsan. Tələ, indi bu dağlarla birləşdiyi yeri mən göstərəcəm, biraz uşaqlara diqqət elə, çox da təriqətçi olmasın, yaxşı. Xırxan bir də. Oldu, aferin. Burada o səfət var, o səfət bir dənə qara inci, qəşək görürsən. Sən buraya bilirsən. Yuvarlı gibi. Bu da su. Oldu. Yay getdi. Elə deyil hanı? Bəli. Aferin. Əvvəl, mutlu qurtlar edəcək. Biraz səbirli ol, yaxşı? Bunları niyə bunun içine koymuşsunuz? Elə deyil hanı? Bakkama beşin olmaz. İndi yaş salfetka var hamınız? Səndə var. Çıxar. Al aşkım səndə. Belə edib mənə gözləyəcəksiniz. Al. O dahi doldurur da. Tamamlayın. Yaş salfetkalarınız var. Tuttum belə. Ağ rəngi götürdüm. Burada bir neçə dəfə baxın, belə vərəqə vurursunuz. Çox da rəng ağ rəng olmasın deyə. Baxın burada. Baxın. Tık 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 tık. Bax belə bir şey yadınıza salın, bulutlar eləyirik. Görürsünüz? Bəlli-bəlli diqqətlə irəliyib, baxın çəkirsən. Baxın. Qoyduq. Görür hamı, eləyə bildi? Gəlirəm indi köməyə. Boyanı götürəndən sonra biraz rəngi azalır. Rəngi götürdünüz, palet baxın vurduq, birbaşa qoymaq olmaz. Gər olamaz. Bazen Çok şükür. Dumdayım. Su koyuyor. Hə. İndi eynidən uşaqlar, baxın. Burada su işləmişdik ha. Suyun içində baxın, belə düz xətt şəklində atıram. Düz xətt şəklində amma. Yoxsa Baxın, attım. götürürsən, silmə. Mənim kimi al. Gördün? Elə. Buradan rəng götür. Yox, yox, buradan götür. İndi gəl bura belə tək-tək vur. İndi ged orada tətbiq elə. Afərin, afərin. Ay, siz nə gözəl rəssamlarsınız. Hə, indi bunu dağıdıq. Bax belə. Bulutların sildiyi uşaqlar onun aşağı hissəsindədir. Yuxarıları topa olur, həmişə aşağı hissələr düz olur. Aşağıda düz, yuxarılarda topayla. Aşağıda düz, yuxarıda topayla. Ay, sən nə gözəl rəssamsan. Mən rəssamlığa atıram mən. Çox mavidir. Hə? Çox qoydum, yaxşı. Elə çox ağacı Hər tərəfi İndi bura dur. İndi ged ora. Afərin. İndi dağıl oraya. İndi dağıl bu tərəflərə. Apar hər tərəfə. Heç nə olmaz. Sənin də işin bir başqa gözəldir. Çəhrayı pəmbə nağıllar dünyasının dağlarını çəkir. Çox büzüşdürməyən. Götürdüm bir şey. Heç. Mənmə. Onu ver mənə. Olur, uşaqlar, eləyə bilirsiniz. Bulut işləməyi öyrəndiniz. Uşaqlar, yuxarılardan.
bəzi yerdə çox olması lazım, bəzi yerdə az olması lazım. Ağ rəng olacaq. Aşağıdan düz, yuxarıdan qoymazsan. Bir də burada xət qoydum ha. Oradan aşağıda bax bəyənin başından götürdüm. Görürsən, suda əksini vermək üçün. Həmin sandıqla bir neçə dənə belə xətlər atacaqsan. Ağ rəng götürürsən. Oldu. Bəli. Tut bəyəni. Suyun içindən belə dartacaqsan, yaxşı. Vərəqin başından qoydum. Belə dartacaqsan. Özün elə, sən bacarırsan. Aferin. Biraz dəyişək. Bulutlar çox da sevmir belə. Sırada dayanmalar. Bulut deyirsə, sən əşya kimi sıraya düşsün bunları. Hamınızda eğiliş olacaq və hamı bir-birinin içinə baxacaq. Sonra bir-birinizi alqışlayarsınız. Geniş saxla. Ağır, bax, dağın aşağısından. Tutun, belə axıra qədər bir dəfəyə üst-üstə sürtmək olmaz. Elə görüm. Sən də yaxşı verin. Bax, vərəqin başından tutdun, əldə. Bir dəfə mən göstərim, gözlə. Dağların dibindən mən göstərim. Tutdun, belə aparırsan. Tutdun, Əyni heç nə olmaz, yoxsa. Sən belə rəng götürür sonra. Hər şey yapın. Saçma boya değmez. Sonra Boya. elə, biraz uşaqlar. Sonra əlinizdə boyaların qapaqları var yumruq. Görür, hamıda var da, hə? Qapağın kənarlarını ağla belə tık-tık vurdum. Oldu. İndi saxla fırçanı. Gedirəm orada qoymağa rəngi. Baxın. Harada özünüzə xoş gələn yer var, məsələn, bax, mən bura elədim. Yumruğunu qoydum. Sonra barmağımızla o rəngi açırıq. Çünki səhər çağıdır, lap ağappaq rəhləmək olmaz. Bəzi yerlərdə görünməsi lazımdır. Gördünüz? Qapaqları rəhləyirsiniz. Harada boşluq var, xoşunuza gələn bir tərəfdən qoyduq. Sonra həmin o ağ rəngdən eyni istiqamətdə aşağılarda bax barmağınızla suya effektini qoyacağıq. Qoya biləcəksiniz? Aferin. Hə. Elədi hamı. Ağ eləyərdin də qızım, sən göy elədin. Gözdə belə olmaz. Bunu atar. Sən eləyəcəksən? İndi elə. İndi için ağına rəhdə. Elədi. Hər rəhdən avtomatik olaraq bax bunun əksində aşağıda parmağınla rəhlər atacaqsan. Suya əksini salır. Belə. Yavrar. Burada bir yer ayarlayar. Şimdi burada yenidən ağ rəng götür. Kız sana. Elə görürüm. Qoy bura. Bax burada suyun birləşdiyi yerdir, torpaqla. Tam səndən. Burada bax suya əksini at. Oldu. Buna biraz da ağ rəng at. Həmsi olmaz. İndi uşaqlar. Ben elədim. Hə. Hamı ağ rəngini. Qapaq yoxdur. Ağ boya da bitir, yox. Uşaqlar, indi hamı mənə baxsın. Ağ rəngi sulu şəkildə götürdüm. Baxın, suludur, görürsünüz.
Sulu götürdüm, fırçada sulu şəkildədir. Dişləriniz stolun üstündədir. Baxın, barmağımı tutdum, fırçanı tutdum. Baxın, belə atıram üstə. Baxın. Oldu. Getdi ora. Baxın. Ancaq o bananı həm də fırçanı təmiz olsun. Fırçanı təmiz saxlamaq lazımdır. Yaxşı. Məndə başqa fırçalar da var. Bu yaxşı. İndi bundan belə dartacaqlar. Yaxşı. Mənimə bir də al bilərsən. Al. Nə qəşəng elədin sən? Var burada. Elə biləcəksən? Belə də elə bilərsən. Afərin, bax belə. Malazır. Qəşəng üstünüzü basın. Havalarınız bizi damlasın. Tıktıklarınız nə qəşəng gəlir. Afərin. Neydi bu? Elimle. Onu akoyuyorsun. Üstüne başlayırsın ama. Sen de açma böyle koyacaksan kurtar. Olmadı. Ah göster. Deməli, uşaqlar. Hamınız iki fırça götürün uşaqlar, iki. Bu da iki olsun fırçalarınız. Diqqətlə baxın. Baxın, burada torpaq koymuşduq, görürsünüz? Ne yoxdur? Burada olan təpə hissə var, ha. Oldu. Yavaş. Baxın, fırladıram. İncəldirəm və fırladıram. Baxın. Gəldik, bir ağac budağını qoydum. Ağacın gövdəsi ağacı saxlayan hissədir, ona görə çox enli olur. Yuxarıya qalxdıqca sizin kimi balaca fidanlar çıxır oradan. Qəşəng budaqlar çıxır. Və o budaqlar incə şəkildədir. Baxın, fırçanı fırladıram. Bir dəfiyə qoymuram. Baxın uşaqlar və get-gedə daha incə götürürəm. Rəng eləyə bilərsiniz uşaqlar. Onu hərə öz istədiyi rəng eləyəcək. Mən də hətta. Yaşıl da eləyə bilərsiniz, çəhrayı da eləyə bilərsiniz. Ürəyiniz hansı rəng istəyir o rəngdə? Elə bilirsə, yoxsa göstərim qara rəng. Yoxunuzdur. Bir dənəsini də göstərirəm, sonra gəlir sizə kömək eləməyə. Baxın, fırçanı yaxın. Baxın, burada balaca havada uçan quşlar işlədim. Oldu. Biri isə bizə yaxında uçur. Baxın, o isə böyük olacaq. Oldu. Gəlirəm köməyə. Bax, fırçanı bərk bastım. Oldu. Bir dənəsini mən eləyirəm, birini sən eləyəcəksən. Gəldik, yavaş, bax, tərpədirəm fırçanı. Həm də biraz sulu götürməyin lazımdır, bax. Əlbəttə. Bax, gəldik, birini mən elədim. O birisini sən eləyəcəksən. Yenə də yavaş bastıq, bax, fırçanı tərpədirəm. Gəldik, burada da sən eləyəcəksən. Fırçanı necə götür. Baxın. Buradan incə. Belə qəşəng eləmsən də, davam elə. Sən də qəşəng elədin, afərin. Budaqların sayını nə qədər çox açsaz, o qədər yarpaqlar çox olacaq. Bax, fırçanı bastın. 5 numara duyacaq. Yəni, bir də düz xət olmasın. Ümumiyyətlə, hər şey çiçəkdir, ağacdır, təbiəti gözəlləşdirən hər bir şey plastikası var da, yəni gözəlliyi var. Onu daş kimi qoyduğumuz zaman təbiət gözəl görünməz axı. Ona görə də incəliklər göstərirsən. Bax, belə. Kör quşlar işləmək üçün birini göstərirəm. Bax, incə qoydum. Birini şıqı biraz böyük çəkdim. Çünki bizə yaxın biraz formalı olur. Uzaqdaşlar da balaca var. Göstər. Əlinə tut bir də. Əlinə tut hiss eləmək lazım.
Bax, fırçanı bək basır, görsən. Qaldırdım fırçanı, fırladıram. Oldu. Yenə bax, fırçanı burada biraz bək bastım. Yavaş fırladıram. Tezin bax, görsən. Hiss elədin. Al, indi bir dənə özün elə. Elə görün, nətər hiss elədin. Çəkin onu. Aha. Aferin. Yavaş et. Ay, sağ ol Fərid. Tam bir kahraman. Gördün? İndi bundakı fərqə bax, buradakı fərqə bax. Görsən, bir saniyədə necə dəyişiklik oldu bax. Yaxınlaşdırdıqsa, sənə lap incə xəttlər yazır. Al, elə görün. Aferin. Sən də bunu biraz bir düzlükdən çıxart. Yanında bir dənə balaca ağac işlər. O, ona dəstək olsun. Bax, fırlatdıq, gətirdik buradan. Onu gətirdik buradan. Yəni, düz dayanmasın da, başa düşdüm. Aferin. Ağızdan çağırmaz ağır. Ağır qoy, önə gəlsin. Aferin. Belə olanda heç vaxt qosma yaxşı. Aşağıdan yuxarı, bax, boşlar qoyacaq. İndi onu eləyəcək, yaxşı. Hamınız dayanır. Biraz sən də budaqları çoxaltsan daha qəşəng olacaq. Buradan biraz gövdədən bunu çoxaldaq. Burası neyiniz? Deyəcək. İndi gözlə, yaxşı, quşlar işləyəcək. Sən işləyə biləcəksən, bax, fırçanı balaca tutanda, balaca yazır, bax, görürsən. Sən də elə. Orada incə fırça ilə balaca quşlar işləyəcəksən. Aferin. İndi qaldı, baxın, təbiətdə mütləq ki, otlar var. Bu torpaq qoyduğumuz ərazi var, bax, oradan aşağıdan yuxarı, mütləq. Yuxarıdan aşağı eləsəz incə olmayacaq. Aşağıdan yuxarı otlar qoyuram. Qoyduq uşaqlar. Ay, sağ ol. Səndə də aşağıdan yuxarı belə otlar da açacaqsan, qəşəng olacaq. Baxın. Aferin. Hamısı elə. Sonunda var. Hamısında maraqlı işlər aldı. İstədiyiniz bir rəngi sıxırsınız. Quru salfetkaları əzdik. Məndə quru yoxdur. Taparıq, hər yerdə salfetkadır. Məsələn, mən çəhrayı rəngi, bənövşəyi rəngi seçirəm. Rəng sıxdım. Əvvəldə paletkalarınızda bəzilərində var idi, uşaqlar. Və salfetkanı dedim, sizə əzdik, götürdüm. Çox vursanız salfetkanın kağızları işinizə yapışacaq. Bir dəfə, nə eləyirsinizsə bir dəfə. Rəngi qarışdırdım. Buradan az eləmişdim sizdə. Bax, ora. Aman yox. Birbaşa həm yarpaq effekti alınır, həm də ki, çox təbii görünür. Kimlər rəng seçdi, uşaqlar? Kimlər nə rəng seçdi? Səndə. Nə istəyərdin? Bax, burada rənglər nə rəng olsun istəyərdin? Olsun, çox bax. Atdı. Daha gözəlləşdi. Gördün? Bax. Hər bir şeyin çarəsi var. Heç nədən heyfsilənmə, heç vaxt düşünmə. Bu pis oldu. Pis olmaqda da bir yaxşılıq var. Yaxşı? Balım. Ağıllı. Salfetkalar. Verin salfetkalar. Sizin var. Buyur aşkım. Kimdə salfetka yoxdur? Sizdə var, sizdə var. Başqa kim yoxdur? Varsa da. Sən də al. Oldu, hamı hazırdır. Kimlər nə istəyir? 2 rəng seçə bilərsin. Çəhrayı, bənövşəyi, qırmızı, sarı. Kim nə istəyir onu seçsin.
tutarız. Bax, aşağıdan yukarıya doğru. Tak, 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 tak. Bax, belə atırsan, yaxşı. Buna bakın, ayaqlar Rəngləri seçdiniz, sən nə rəng seçdin? 2 dənə seçə bilərsiniz. O da bax, rozul da var orada, pəmbə rəng. İkisini yan-yana qoyursan və bir dəfə ondan götürdün, bir dəfə də o birisindən. Oldu? Bir dənə də bundan yaxşı. Onu qoy, sonra eləyərsən. Amma bir dəfə qoyacaqsan. Bax, tak, 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 qoydun, saxladın. Ay, sağ ol. Getdin, getdin. Get, get. Vur, vur, qorxma, qorxma. Get, get, get. Davam elə, davam elə. Üstə vurma. Tez, 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 tez. İndi götür biraz ki, dirəkdən arasın. Böyle bir rəngi var sən. Gözlə sənə biraz fərqli rəng verək. Nasıl rəng verək? Renkleri yani. Elinici topak kalır. Saçtan Safrasıya da belərsən. Sarısını çox at kızım. Biraz sarını çok at, qanıyla qarışma rəngi olmasın. bir de buranın işte Sən nə istərsin? demiştik rengi azalmasın. Rengi azalmasın. Gəl sən də yaxşı. Çəxal verərsən. Bu sen neydin? Bax. Yenə baxdım. Heç nə olmaz. Bəsdir, dur da belə. Yani. Yenə baxdım. Bunda ise eksi renkleri koyuyor. Bence değilse. Buzluklarda şey yok. Daha aydın güzel Yay. O sen yedi. Nə qəşəng olmuşsunuz, hamınızın əlləri boya. Ay Allah, özüm kimi pint elədim sizdə. Bir alın payınızı. Nədir? Ver mənə görüm, ver mənə görüm, ver mənə görüm. Mənim pulu dahilərim, hamısı Rembrandt. Tanıyırsınız Azərbaycan rəssamlarından, xarici rəssamlardan? Van Gogh, ay sağ ol. Sonra? Meki var Azerbaycan ressamlarından. Sonra? Leonardo da Vinci, sonra? Azərbaycan rəssamlarından sayın. Müəllimə elədim. Böyük Ağa Mirzəzadə, Davud Kazımov, Oqtay Şəxəliyev, Ömər Yıldarov, Arif Hüseynov. Arif Hüseynov, bəli, bəli, Arif müəllim mənə dərs deyir. Böyük Ağa Mirzəzadə, Nadir Əbdürrahmanov mənə dərs deyib, uşaqlar. Xalq rəssamlarının tələbəsi olmuşam. Bunu elə işləməmişəm abi. Bir dənə seçdim. Bəlkə valideynlər bir şey alqışlayaq müəllimə. Qəşəng müəllimlər olanda şagird də aktiv olur. Mənim Buralarda da öz müəllimim Şəkidə Qüdrət adında birinci müəllimim olub. Ardından da Səbuhi müəllim. Qüdrət müəllim dünyasını dəyişib. Allah rəhmət eləsin. Səbuhi müəllim isə hal-hazırda sağdır və uşaqlar. Mən o qədər xoşbəxt şagirdəm ki, Səbuhi müəllim mənə uşaqlar göndərir. Və deyir ki, onlara istiqamət ver. Yəni, mən öz müəllimimdən dərs almışam, müəllim indi mənə öz uşaqlarını göndərir. Bu nə xoşbəxtlikdir. Afərin, baxsınlar. Özüm özümə fikirləşirəm, bunlar çox qəşəng çəkdilər. Hətta paxıllanıram, ha. Yavaş-yavaş paxıllanmağa başlayıram. Neyniyək? Nətər eləyək? Bu qədər güclü rəssamlar olar. Afərin sizin hər birinizə afərin. Bunlardan biraz da burası. Al bir iki dənə bunlar. Olsun qəşəng bir-biri tamamlasın. Bunları da götür. Al rəng görə bilərəm. Sənə biraz açıqlar. Al indi bu nə? Sen de biraz ağ rengi ilave et. Ben renkleri koyacağım, sen sarfkanı onun üstüne batırıp açarsın. Yaxşı, ağ rengini Biraz rəngini çoxalsan lap qəşəng olar.
Mən yerinə qoyub sonra üstünə geçir sadəcə. Əslində rəhkarlıqda ümumi təbiətdə olan bunlardan başqa yerlərdə istifadə etmək olar qızım. Başa düşdün? Yəni o zaman işimiz daha həqiqi göstərir. Səndə ağrı Əgər onu çox sən qeyrət daim benim etmişsə, məsələn, xoşuna gəlmişsə, göstərər. Göstərirsən, gəlin ora. Hətta bir dənə şeyini götürürəm, aralarını biraz atasın. Götürdük, biz görməyən tərəfdən bir dənə budaq düşür. Biz bilmirik, o ağac hansı tərəfdə öz budaqlarını bura salır. Başa düşdün? Və hanı səhəm o salçıqda? Abi, bax, bıraxmışam, göt burada elə. Sən də gəl biraz ağrını bırak. Bir ağac da oradan özü bizim üçün işimizi gizlətmək üçün əmələ gəldi. Oldu? Sən də Bəyəndin? Bitti hamıda. Hamza bitmedi. Bir aylar kapalı. Bir də Elayda qalır. Mən Elayı sədəsizliklə görüşürəm. Buram belə xətdən çıxmadı. Tahirə, onun dışında bir işlər belə Ela. sən də Belə. İndi uşaqlar, hamınız işlərinizi çevirin. Hamı kameraya işlərini çevirsin. Canlı yayımdan sizə baxsınlar. Hörmətli bir... Görün, nə qəşəkdilər bunlar. Kameraya baxın, kameraya. Amma üzünüzü də görsənsin. Baxın, görün. Arkadaşlar ayağa qalxsın. Qəşək görünmür. Bacı, bacı. Siz oturun, götürürsən də qalın. Siz oturun, arkadaşlar ayağa qalxsın. Kaldırın yukarı, əsərləri kaldırın. Müəllimə, üz üstə. Əlasız. Gəlin onların ortasına. Tahirə, sən oradan dayan. Mənə bir düşür sizin yanınızda, bir. Neyəcək? arkadaşa görə. Elay. Aferin. İşlərini saxlayın, ham saxlasın. Ailəyə başa. Sonra Diqqət. Əl, bir də şu sarı paltar aşağı elə şəkil. Əl, əl. Diqqət kameraya. Ay, mən ilk dəfə sizin tədris müəssisəsinə gəlirəm və sizə gözəl bir əl işi bağışlayın. Bir də 30 dəqiqə. Şuşanın mənzərəsidir və bu Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri tərəfindən göz nurudur, yəni qaşlarla yapışdırılıb və mən düşünürəm ki, çox qəşəng bir əl işidir. Ələməyi göz nuru. Ümid edirəm, bəyənərsiniz, çox bəyənirik. Və mən heç bir yerə əli boş getmirəm. Mən bilmirdim burada kim var, kim yox. Tahir xanım, mənə kömək edin, bir dənə zəhmət olmasa. Uşaqlar, deməli, hədiyyənin böyüyü kiçiyi olmur. Sizə çipulu hədiyyələr gətirmişəm, amma ümid edirəm, bəyənəcəksiniz. Tahirə müəllimə şəhətləri. Mən inşallah bir sağda siz yanımıza şəkillərinizə gələcək. Xatirə kimi qalsın, elə verərdiniz. Burada təqdim eləyək. Orada yanımızda hərəsinə bir dənə verin. Gəlin. Hər şey bir dənə verin. Sizlərlə tanış olmağıma şad oldum. Süpersin. Sən kimi rəssamı tanımaq çox hoş idi. Afərin sənə. İşində çox qəşəng. Diqqət fotoğrafa. Hədiyyəni də ver. Diqqət fotoğrafa. Hədiyyə. Adı nədir oğlan? Bəs aşağı dur, son dur. Yaxın dur. Yaxın dur, yaxın dur. Olmasın. Siz de bizim dayanın. Bir. Amma bir sən uşağı əyləş. Gölge şey çek. Kuşlar da çek. Buyur sən hədiyyən. Diqqət fotoğrafa. Sizlər tanımaq hoşdur. İşini sözlər. Dur, buna bax, buna bax. Əla. Əla. Əyləş. Gəl. Yox, sən orada uzatmasın bu. Bir daha əyləş. Rəssamı. Gəl bax, gəl bax. Gəlin. Gəlin, sıradakı.
Gəl qızım, tez gəl. Tez gəlin qızım, mənim dərsim var. Tez olun biraz. Figen bura. Sən hədiyən. Kızım bura bax. O müəllimə. Yox, yanına. Müəllimə. Əl. Aferin. Gel, şimdi sırasında gelsin. Hazırlaştır sonraki tələbə. Buyur. Sen hediye. Merhaba. Sen ekşi. Gel. Beğeneceğim. Kızım bura bax. Gel. Sarışın. Aferin. Gel. Şimdi. Tez. Ay bu hayır benden kocasız. Tez gel. Gel bura. Gel bura. Azca təbəssü. Əla. Aferin. Gel. Sıradaki. Bir daha tut tabii. Əla. Aferin. Ona bax. Gel. Gel. Uşaqlar biraz tepki gəlir. Hədiyələr maraqlı gəlir. Beğendiniz? Gel bura. Pişirirlər, hə? Gel bura. Əla. Aferin. Gel. Məgər. Ay, sen ne şirinsen. Sen ne güzel. Gel bura. Buna bak. Sol. Əla. Şirinim ben. Kimdə aldın? Gel, gel. Senin bugünkü fəaliyyətin, nailiyyətin bizi çox sevindirir. Dahil mənim. Aferin. Çok kahraman. Gel. Saç kardeşler. Buyur. Ben gedəcəm, sonra sən gedəcəm. Tebrik ederim seni. Gel kardeşi de gel bak. Gel. O bir dənə tək səkdir. Ha, gel. Gel kameraya. Kızım bura bax. Əla. Şimdi bir şirinim ben. Gel mama. Uşaqlar bir də icazə verin, qısa bir çıxışda mən eləyim. Müəllimimizə təşəkkür edirəm. Siz rəssamlar adının üzvüsünüz. Mən də yazıçılar birliyinin üzvüyəm. Bugün şair kimi yox, valideyn kimi iştirak edirəm bu tədbirdə. Müsalə xanıma təşəkkür edirəm. Müsalə xanım, siz də yanınızda zəhmət olmasa. Və bütün valideynlər adından hər birimiz övladımızın gələcəyi üçün yaşayırıq. Bəli, bəli. Bizim üçün, mənə elə gəlir, bütün valideynlər üçün onun övladının uğurunda, cüzi də olsa əməyi olan insanlar xüsusi insanlardır. Sərxan dəvət üçün təşəkkür edirəm sizə. Uğurlarınız hər zaman bol olsun. Müəllimimizə təşəkkür edirəm. Bugünkü əziyyətinizi halal eləyir. Və arzu edirəm ki, bu balaca fidanların gələcək həyatında uğurları bol olsun. Bura bax. İllər sonra bu günü şirin bir xatirə kimi yenidən yadasınız. Əlbəttə, əlbəttə. Kimin sırasını gəlsin? Yox, ikisi bir yerdə olmalı. İkisinin bir şəkli olmalı. Buyur. Boşdan da. Əladır. Çox sağ ol. Şimdi sırası gel, dünya gözəli gəlir. Ay Allah. Görür nə qəşəkdilər. Mən bunların yanında nə tər qəşək düşəcəm bilmirəm. Bax, fotoqraf dayısı. Mən bunlardan qəşək çəkən. Gel. Əla. Aferin. Almışlar. Saxlıca seninlə kebab yiyir. Gel. Aferin. Sen de çok qəşək işlədin. Çok qəşək işlədin. Gel, tarifçi. Əla. Uğurlar sənə. Bax, Türkiyə kızlar, Gel, Türkiyə gel, gel, yaxınlaşın. gel. Aferin. Hədiyən də inşallah ki beğenərsən. Gel bura. Azca təbəssüm. Gülük bir təbəssüm. Əla. Tarifçi. Bir də. Aferin.
Uşaqlar bəyəndiniz. Bizim her şey var. Qulaq asın sözüm var. Hamıya qulaq asın. Dərsimizi bəyəndiniz. Mənə bəyəndiniz. Az yalan deyirsiniz. Merhaba. Nə yaxşı ki varsınız. Hamınızı gözəlsiniz. Merhaba. Siz bizim gələcəyimizsiniz. Mən fəxr edirəm ki, sizlərlə bir adam. Öpdüm hamınızı. Sağ olun. Bugün dəvətimizi qəbul etdiniz. Ad çəkməyəcək, bizim burada böyük yaş qrupundan olan uşaqlarımız var. Deyil ki, biz o qədər qorxulu filmlərə baxırıq ki, boş vaxtlarımız. Amma bugün nə gözəl bir dünyada qonaq olduq. Rənglər dünyasında qonaq olduq. Düşünən ki, bugün həmin gənclərimizdə maraq oyandı, rəssamlığa davam edəcəklər. Kiçik də olsa, bizim ictimai rəylikdən bizi dəstəklər Buyurun ben oturun. Siget buna bakırım, buna bak beni de bak bakalım. Ben kim olamam. Buna bakalım. Siget. Tarıkçı. Çok sorun. Bir dakika uzansın. Kiçik də olsa, Yakın durduğu kalmış. Siget bura. Aç sözü bak. Çok sağ olun. uşaqlar xoşunuza gəldi də. Kızım buna bakın. Size buna bakın. Çok. Hemen bakın. Bizi izleyenler, uşaqlar bir dəqiqə. Baxın bizdə canlı yayımdadırlar. Sağollaşın. Canlı yayım bağlayacaq. Fikirlərinizi deyin. Kim bəyəndirsə danışsın. Danışın. Çıxışa keçdi, mənə. Demə, hər şeyi çıxışa başa saldım. Ay, çok sağ olun. Teşekkür ederim. Sonra kim danışmak istiyor? Çok sevgili olmuş. Ben sizi çok beğendim. Her şeyi göster canlı, bu görsünler. Görürsünüz. Birinci defa. Sonra kim danışmak istiyor? Sen de danış. Kim dostasın çıkarsan? Ben oyuncaktan Aferin, aferin. Buyur. Çok güzel dersiniz geçti. Çok. Ben de sizden razı kaldım. Her birinize teşekkür ederim. Her biriniz var olun. Buyurun valideynlerinizi danışırlar. Buyurun. Dərsi izlədik canlı. Canlısı həqiqətən çox bəyəndim. Getdim, qayıtdım, gəldim, çox düşdüm. Yəni bu qədər möhtəşəm, həqiqət izah edəmişsiniz, çox qəşəng getdi. Ben de size teşekkür ederim. Mən sizə müraciət edirəm, dayanıb bir müddət rəsmə getirdi böyük qızım. İndi inşallah sizə müraciət edirəm. Çok sağ olun. Teşekkür ederim. Doğru yol, doğru seçim. Həmişə insana yaşılışıqdır. Mən demirəm bizi seçin. Amma doğru olanı seçin. Həqiqətən də doğru olanı seçdiyimiz zaman həmişə hər şey su kimi axarında gedir. Rəsmiyə məndən bu Sağ olun. tanıyalım. Heç vaxt yanılmamışam, siz də yanılmıyorsunuz. Çox möhtəşəm keçdi, çox razı qaldım. Mən balaca qızım mənim birinci dəfə Rüsalə müəllimə bilir və bəyəndi, çox qəşəng. O bacarığı yoxdur, sıfırdır, amma çox qəşəng. Əslində necə bacarığı var idi. Bəli. Bacarığı da rəsmiyə müəllimə üzə çıxartdı. Çok sağ olun. Teşekkürler. Sağ olun. Rəsmiyə müəllimə bir söyləyir. Buyurun. Buraya yaklaşın. Teşekkür ederim. Bir saatten sonra canlı açacağım. Xədicə heç vaxt rəsmə maraq göstərmirdi, rəsmə müəllimə. Amma sizin sayənizdə maşallah, gözəl şəkildə. Ben de şad oldum. Valideynlerle bir xatirə fotosu çəkə bilərəm. Gəl Çox sağ olun. Ben de size teşekkür ederim. Ayıp hanımlar, ne danışırsınız? Bəli. Çok sağ olun. Gəlin bir xatirə fotosu çəkilək və biz yapacağız. Siz sevəcək bir şeyler idi. Daim mən tələbələrlə işləyirəm deyə yanımda hədiyələr saxlayıram. Mənə çiçəyimi də verin, boyunuz qəşək görün. Hanım buna bakın. Size gel.
Diqqət, bir də alça təbəssüm, gülüşə təbəssüm, tarix üçün minnətdarım.